Hə. Yenə mən arxiv materiallarına əsasən deyirəm ki, 1930-cu il aprelin 15-dən mayın 15-nə kimi bir ay ərzində 180 adam güllələnir. 180 adam. 180 Sadəcə nəfər. bir ay ərzində. Bəli, bir ay ərzində. Hələ döyüşlərdə həlak olanları demirəm. Cansal demirəm, müqammət göstərdim. Yüzlərlə insana şəhət üsyanında iştirak ittihamı ilə həbs edilib uzaq şimala, Sibirə, Qazaxıstan çöllərinə sürgün olundular. Və onların da aqiməti yaxşı olmadı. Əhəmiyyətli çətin. İvan tutdular çətiyə. Yəni üsyanın miqyasına görə, baş verən hadisələrin mahiyyətinə, mərzinə görə bu üsyan digər qolçamaq qiyamlarından fərqlənir. Axı, mən qeydlərində Minskdən, Leningraddan ordu sələri gətirdilər. Ümumiyyətlə, Azərbaycan üsyanları da adla çıxardığı üçün bilinirdi ki, buradakı bütün Azərbaycana təsir edir. Bəli. Hətta üsyançıların da qeydləri var, bu kitabda var hamısı ki, əgər biz qısa bir müddət, yarım ay, 20 gün tab gətirə bilsək, üsyan Qarabağa da yayılacaq. Ölkənin digər ərazisine yayılacaq və ümumi ittifaq üsyanı həddinə gəlib çatacaq. Sonra qarşısını almaq mümkün olacaq. Ümumi ittifaq üsyanları. Amma üsyan ilə eşiyindəcə boğuldu və amansız divan tutdular əhaliyə. Bu, indi şəhidlər xiyabanı deyirik. Orada ana heykəli var. Bu heykəlin arxası Əmgərək dərəsi adlanır. Bax, bu dərədə gecə gündüz adamlar gülləliyirlər. Bu dərədə, Əmgərək dərəsində. Sonra Qala divarlarının önündə. Sonra Zərcikdə, Göynük kəndində. Əsas Şabalıq kəndində, bəli, Baş Göynük kəndində. Dəhnədə, Böyük Dəhnədə. Əhaliyə divan tutublar. Ümumiyyətlə, bütövlükdə Azərbaycan miqyasında götürsək, elə Sovet dövlətinin mövcud olduğu 1-ci 20 ildə, yəni 1920-1940 bu dönəmdə 75,5 min insan məhv edilir. Və bunların içərisində nə qədər ziyanlar? Var.